Son dövrlər müzakirə olunan məsələlərdən biri də kazinoların fəaliyyətidir. Kazinolar qeyri-müəyyən formada gəlir əldə etmə növüdür. Bu da qumar fəaliyyəti sayılır. Azərbaycanda qeyri-müəyyən formada gəlir və yaxud da ki, bilinməyən hadisələrdən şərtli olaraq gəlir əldə etmədir. Bu da Azərbaycan Respublikasında qumar fəaliyyətidir. Azərbaycan Respublikasında qumar fəaliyyəti isə qadağandır. İnzibati xətalar məcəlləsinin və cinayət məcəlləsinin müvafiq maddələrinə görə qumar oyunlarının təşkili, keçirilməsi və yaxud da qumar oyunlarının keçirilməsinə şərait yaradılması sanksiyalaşdırılır və cəza ilə cəzalandırılır. Kazinoların hazırda fəaliyyəti tamamilə qanunla qadağandır. Lakin kazinoların fəaliyyətinin həyata keçirilməsi üçün qanunvericilikdə əsaslı dəyişikliklər olmalıdır. Bu isə ən qısa zamanda həyata keçirilməsi mümkün deyil. Bunun üçün qanun layihələri müzakirəyə çıxarılmalıdır, cəmiyyətin rəyi nəzərə alınmalıdır və bu və ya digər bu kimi hallar. Lotereyalarda zahirən kazino növü ola bilər, amma bu lotereyalar fəaliyyəti haqqında qanun var. Lotereyanı tənzimləyən qanunverici aktları var, bununla tənzimlənir. Həm də lotereyalar dövlət nəzarətində həyata keçirilir. Bu qumar oyunları deyil və qumar oyunlarını qadağan edən normalar lotereya fəaliyyətinə aid deyil.